MİQ imtahanı səviyyəsində belə bir sual var. Hündürlüyü 20 sm və oturacağın radiusu 17 sm olan konusun SA və SB doğranları çəkilmişdir. AB 16 sm olarsa, bu konusun oturacağının mərkəzindən SAB üçbucağına qədər məsafəni tapın. Yəni, bizdən O'dan SAB üçbucağına qədər olan məsafə. Belə bir perpendikulyar, amma bu üzə qədər perpendikulyar. Hara düşdüyünü bilmirik, OK olaraq qeyd edək. OK bərabərdir sual. Bizdən bunu istəyir. Verilənləri bir daha qeyd edeyim. AB bərabərdir 16-ya, OA və OB radiuslardır. Hər biri də 17-yə bərabərdir. Üzərində qeyd edək 17, 16, bu da 17-dir. Burada 20 sm-dir. OS də bərabərdir 20 sm-ə. İndi biz bu OK hündürlüyünü tapmaqdan ötürü burada əmələ gələn SABO piramidasından istifadə etməliyik. Birinci bu piramidanın həzmini tapmalıyıq. Həzmini tapmaqdan ötürü düsturumuz V bərabərdir 3/1 S oturacaq vurulsun H. H bəllidir 20 sm. S oturacağı hesablamalıyıq biz. S oturacaq, yəni ABO üçbucağının sahəsi lazımdır. Onun üçün biz bu üçbucağın bu hündürlüyünü çəkib hesablaya bilərik. Burada bərabər yanlı üçbucaq əmələ gəlir. Burada bir D hərfi ilə qeyd edək. Bizə OD lazımdır. OD bərabərdir 8, 8, çünki bərabər yanlı üçbucağın hündürlüyü həm də mediandır. 8, 8 və bura 17 olarsa, kök altında 17-nin kvadratı çıxılsın 8-in kvadratı yazmaqla tapa bilərik. Bu da məlum məsələdir ki, 15 edəcək. Burada oldu 15. Üstünə qeyd edirəm. 15. Neçə oturacaq? Yəni ABO üçbucağının sahəsi bərabərdir 2/1, 16 vurulsun 15. Bu da bərabərdir 120 kvadrat santimetr. Demək ki, bu üçbucağın sahəsi 120 kvadrat santimetr oldu. O zaman biz bu piramidamızın həzmini hesablaya bilərik. V bərabərdir 3/1 vurulsun 120 vurulsun 20. Eləyəcək 800 kub santimetr. Yəni, piramidamızın həcmi oldu 800 kub santimetr. Bunu niyə tapdıq? İndi, biz bu üçbucaqlı piramidanın həzmini tapmaqdan ötürü OS oldu bizim hündürlüyümüz, ABO oldu oturacağımız. Bu üçbucağı elə tərsinə düşünsək, yəni piramidanı. Oturacağımız olsun bu səfər SAB üçbucağı və bu üçbucağa çəkilmiş hündürlükdə piramidamızın təpə nöqtəsi olsun O nöqtəsi, təpədən üçbucağa çəkilmiş, yəni oturacağa çəkilmiş hündürlükdə olsun OK. Onun üçün biz demək ki, SAB üçbucağının sahəsini tapmalıyıq, S oturacaq olduğuna görə. Bunun hündürlüyünü çəkək bu üçbucağın, bu da gəlib OD ilə üst-üstə düşəcək, yəni D nöqtəsi ilə. O zaman ST-ni hesablaya bilərik. Çünki ST-ni tapaq ki, hündürlükdən, yəni 2/1 AH düsturundan istifadə edib tapacağıq bu sahəni. ST bərabərdir. Kök altında, əslində heç kök altıya da ehtiyac yoxdur, amma yenə də yazım. 20-nin kvadratı, 15-in kvadratı. Çünki Pifagor üçbucağı alınır. 4-ün 5 misli, 3-ün 5 misli, demək ki, 5-in 5 misli eləyəcək. Yəni, 25-ə bərabər olacaq. O zaman, SABS üçbucağının sahəsi bərabərdir. 2/1 vurulsun 16 vurulsun 25. Bu da eləyəcək 200 kvadrat santimetr. İndi bunu belə tapdıqdan sonra həzm düsturunu təkrar yazırıq. V bərabərdir 3/1. S oturacağımız bu səfər olur 200. Vurulsun. Hündürlüyümüz də olur OK. Və bu bərabərdir həmin bu 800 kub santimetrə. Və buradan da alırıq ki, OK bərabər olur 12 santimetrə. Yəni, konusun mərkəzindən, oturacağın mərkəzindən SAB üçbucağına qədər olan məsafə oldu 12 santimetr.